Dedim, ay Sayidə, zəng eləyəydin mənə, əgər vicdanı var Sayidən, Allahı varsa bunu danışsın sizə. Dedim, zəng eləyəydin mənə, atavın ürəyinə operasiya eləyəndə aparıb qoymuşdum pulu. Yenə aparardım, yenə özüm verərdim pulu. Amma bu sözü mənim xəbərim, mən Türkiyədən, bir də görüm sən efirdəsən Sayidə. Sən 20 ildir səhnədəsən. Sənin atan öləndən sonra 60-70 min atandan qaldı və sən ev aldın. Artıq ərindir, bir ildir, təbrik edirəm. Onun adına. 2000 sən 20 ildə tapmadın ki, atan üçün xəstəxanaya verəsən. Sən atandan danışdın, həkimlərdən danışdın və atan bu dəqiqə həkimlərin əlindədir. Olmaz bunu eləmək. Hər bir insan həkimlərin yerində də olsa, düz olar Hipokrat andı içiblər. Amma insana toxunur ki, səni biabır eləyirlər, televizorda deyirlər ki, xalq artisindən 2000 istəyir. Ay Sayidə, zəng eləyərdim, mən verərdim bunu. Axı sən də işləyirsən, sənin istəsən varındır, sən bunlara xərcləyirsən də, bu yanındakilərə. Maşına kredit ödürsən. Yanında, maşın krediti, bu. Yanındakilərə xərcləyirsən, atan üçün sən 2000 tapmadın. Hər şeyi atan sənin üçün eləməlidir. Mən 18 yaşında lotereya oynadıq 4 bacı. Biz qadın toylarına gedirdik. Mən gördüm, atam məyus oturub, biz avariya düşmüşük.